Mən indi sualı verirəm, sualıma cavab istəyirəm. Deməli, insanlar Azərbaycanda bəziləri konsertlərə bahalı biletlər alanda kasıblar yada düşmür. Bahalı restoranlarda oturanda 300 manatlıq, 400 manatlıq çox şok gələndə kasıblar yada düşmür. Özləri üçün ora pul xərcləyəndə kasıblar yada düşmür. Nə bilim, zırta purda pul xərcləyəndə, başqa yerlərə pul xərcləyəndə 500 manatlıq, 600 manatlıq nəsə alanda kasıb yada düşmür. Nə oldu elə bir insan Kərbala ziyarətə gedən kimi, Məşəd ziyarətə gedən kimi o pul Kərbala ziyarətə getməkdənsə kasıblara verərəm. Bir dəfə də görmədim ki, siz çıxardıb verəsiniz, 100 manat verəsiniz, deyəsiniz ki, bu məndəndir, gələ bu yemədim, içmədim, bu kasıblara verirəm. Və yaxud da öz geyimdən verirəm, və yaxud da öz keçimdən verirəm, və yaxud da öz gəzməyimdən verirəm. Siz də çıxardıb verin də. Nə oldu, ancaq şiyələr verməlidir. Nə oldu, ancaq şiyələr yada düşür, kasıblara pul verməlidir. Mən başa düşmədim. Yəni, əmələ gələndə hamı qaçır bu söhbətdən. Yox, sən nəyə lazım, sən də nəyə lazım olsun da. Nətər olur ki, bir insan Kərbala ziyarəti pul verir, desən ki, yox ona vermə, kasıblara ver. Amma digər harama pul verir, desən ki, yox sənə nəyə lazımdır. Belə çıxır ki, Kərbala ziyarətinə pul vermək olmaz, Məşəd ziyarəti pul vermək olmaz, Həcc ziyarəti pul vermək olmaz, haramdır. Amma digər haram yerlərə icazə var, hə? Buna olmaz, amma onlara olar, hə? Bu nə təvəkküldür, bu nə mənəviyyatdır, bu nə düşüncədir, mən başa düşə bilmirəm. Nə aidiyyəti var? Falan kəs lap tutam ki, yaxşı işlər görür, onu heç kəs görmür. Yaxşı sədəqələr verir, insanlara yardım edir, insanlara yardım əli uzadır, onlara heç kəs baxmır. Amma bir dənə Kərbala ziyarətə getməkdənsə, mən falan kəslərə yardım elə də, niyə eləmirsən? O qədər sənin əlinə pul gəlib keçir. Bir dəfə də olmadı, demədin ki, qardaş, bax bu 200 manatı, bu 200 manatı. Mən deyirdim Kərbala ziyarətə gedənlər, bu 200 manatı verirəm kasıblara. Elə. Eləməyən naşərəfdir sənə payı. Niyə eləmirsən? Sən eləmirsən, elə insanları həm bəyənmirsən, həm də deyirsən ki, yox, Kərbala ziyarəti nə dəxlisi var? Məgər insan təkcə Kərbala ziyarətə gedir, o qədər elə xeyirxah insanlar var, gözəl qardaşlar var, gözəl bacılarımız var, həm mənəvi insanlar kömək eləyirlər, maddi kömək eləyirlər, həm insanlara yardım eləyirlər, ərzaqla kömək eləyirlər, həm də Məşəd Kərbala ziyarətə gedirlər. Niyə bu haqda bir dəfə də olsun danışmadınız? Yəni, bu nə məsələdir? Əgər bir insan Kərbala ziyarətə gedirsə, sən niyə insanların adına danışırsan? Mən filan kəsin adından niyə danışırsan? Mən filan kəsin yersən kimsə vəbşi. Sənə söz verilən oturub deyə danışarsan. Mən filan kəsin adından danışırsan, niyə danışdın filan kəsin adından? Bu ixtiyarı sənin kim verib? Məşəd ziyarətdə filan kəs gedir, əlcəb eləyir. Kərbala ziyarətdə gedir, əlcəb eləyir. Lap 3 dəfə gedir, lap 5 dəfə gedir, lap 10 dəfə gedir. Həm insanlara xeyir verir, insanlara yardım edir, ərzaqla kömək edir, həm Kərbala ziyarətə gedir. Bu nə pisdir? Həm insana yardım edir, köməkli göstərir, maddi, həm həcc və yaxud da Məşəd ziyarətə gedir. Bu nə pisdir? Yəni, ancaq düşünürsünüz ki, Kərbala ziyarətə gedə bilməzsən, sənə haramdır, filan da bəsmə ki, kim deyir bunu? Valla bu nə düşüncədir, düşüb cəmaatın vəlvələsinə. Andol Allaha, insanlar düşünmürlər, fikirləşmirlər. İnsanlar pis tərəfi görürlər, amma yaxşı tərəfə baxmırlar. Allah hidayət eləsin.